Mövzumuz X xromosomu ilə ilişikli keçən gen xəstəlikləridir. Bu sırada biz əzələ atrofiyası, daltonizm və hemofiliya kimi xəstəlikləri saya bilərik. Bu video vasitəsilə sizə mövzu ilə bağlı iki əsas məqamı çatdırmağa çalışacağam. Bildiyimiz kimi kişilərin karyotiplərində yalnız bir X cinsiyyət xromosomu vardır. Bu da o deməkdir ki, kişilər bu xəstəlik genini yalnız birini daşıya bilərlər. Yəni xəstəlik geninin cütü onların karyotiplərində ola bilməz. Bir X cinsiyyət xromosomu olduğu üçün. Deməli kişilər ya sağlam ola bilərlər bu xəstəliklər üzrə, ya da xəstə doğula bilərlər. Daşıyıcı ola bilməzlər. Qadınların isə karyotiplərində 2X cinsiyyət xromosomu olduğu üçün onlar 3 genotip verə bilərlər. Həm xəstə, həm sağlam, həm də daşıyıcı ola bilərlər. Bəzən bizə test həlləri verilir, hansı ki, nigaha daxil olmuş ailələrdə ya atada mı, ya anada mı, ya hər ikisindəmi həmin bu xəstəlik geni olur və daha sonra isə biz doğulacaq olan övladların hansılarında bu xəstəliyin üzə çıxacağı ehtimallarını hesablamalı oluruq. Təbii ki, məsələ şərtinə əsasən onları hesablayırıq, amma nəzərinizə nəyi çatdırım? Baxın, əgər diqqət edəcəksiniz, bu ailədə ata sağlamdırsa, bu o deməkdir ki, bu ailədə ana xəstə olsa belə heç bir qız uşağı fenotipcə xəstə doğula bilməz. Yəni sağlam doğulacaqdır. Fenotipində sağlam olacaqdır. Amma anamızın sağlam olması, ananın sağlamlığına diqqət edirik, genotipində sağlam olarsa, o zaman ailədə doğulacaq oğlan uşaqlarının hamısı sağlam olacaqdır deməkdir. Qısacası ata qızları qorudu sağlamlığı ilə, ananın genotipdə sağlam olması isə oğul övladlarını qorumuş oldu. İkinci bir məqam isə nəyə diqqət edirik? Baxın, mən nə dedim? Dedim ki, kişilər daşıyıcı ola bilməzlər. Amma heç bir halda mı daşıyıcı ola bilməzlər? Burada bir dayanırıq. Nəyə görə, nəyi düşünürük? Klinefelter sindromu ilə doğulan kişiləri düşünürük. Çünki onların karyotiplərində 2X, bir də Y cinsiyyət xromosomu vardır. O zaman bizə bu nəyi göstərir? Əgər onların karyotiplərində 2X cinsiyyət xromosomu vardırsa, bu o deməkdir ki, Klinefelter sindromu ilə doğulacaq kişilər X xromosomu ilə ilişikli keçən gen xəstəlikləri üzrə daşıyıcı ola bilərlər. Bunu nəzərinizdə saxlayacaqsınız, unutmayacaqsınız.